Salam dəyərli dostlar. Bugünkü video dərsimizdə yenə samitlərlə bağlı bəzi nüanslar qeyd edəcəm. Deməli, ilk olaraq danışaq qoşa M və S saitlərinin tələffüzlərindən. Biz normalda bilirik ki, qoşa M və S saitləri yazı və tələffüzdə fərqlənmir. Məsələn, amma və yaxud ki, rəssam. Ancaq buradakı sözlərin bəzilərini gördüyümüz kimi qoşa M yazılır, ancaq tək M və ya tək S ilə tələffüz olunur. Məsələn, qrammatika yazılır, qrammatika kimi tələffüz olunur. Kommunal yazılır, kommunal kimi tələffüz olunur. Rejissor yazılır, rejissor kimi tələffüz olunur. Eyni cinsli, qoşa samitli, tək hecalı sözlərin tələffüzü ilə bağlı bəzi qaydalar var idi. Yəni, həddi, həlli, fənli, küllü, sirri, həlli, tib, səd, rədd, haqq və s. Bu sözlərə saitlə başlayan şəkilki artırdıqda samitlərin hər ikisi olduğu kimi qalırdı. Ancaq samitlə başlayan şəkilki artıqda bu qoşa samitlərdən biri yazıda düşürdü. Və burada bir məsələ var. Məsələn, sirlər sözündə larlar artırılır, r-nın biri yazıda düşdü. Ancaq bir məsələ var. His və kül sözündə samitlə başlayan şəkilki artırsaq belə, əgər his deyəndə bizim duyğu və hisslərimizdən, kül deyəndə ümumən sözündən gedirsə söhbət, o zaman samitlə başlayan şəkilki artırdıqda belə düşməməlidir. Məsələn, hisslər deyəndə gördüyünüz kimi burada qoşa S və larlar artırılsa belə yenə düşmür. Çünki biz əgər s-nın birini silsək, burada hiss deyəndə yanan ocaqdan çıxan hiss mənasını verəcək. Və yaxud da ki, küll sözündə küllüdən, yəni ümumidən, hamısından mənasını verir. Biz burada l-nın birini silsək, yanan odundan qalmış küldən söhbət edəcək, məna dəyişəcək. Sonra, dostlar, həmin bu sözlər əgər mürəkkəb sözün birinci tərəfidirsə, o zaman yazıda yenə də qoşa samitlər olduğu kimi qalır. Məsələn, haqq, nahaq, hiss, həyəcan, həddi, büluğ. Tələffüzdə isə q-nın biri düşür, k, digəri k kimi tələffüz olunur, s-nın biri düşür, digəri qalır, həddi, büluğda olduğu kimi qalır. Burada haqq sözü ilə bağlı bir məsələni qeyd edeyim, dostlar. Haqq sözü əgər bitişik yazılaraq mürəkkəb söz əmələ gətirirsə, o zaman q-nın biri düşəcək. Biz burada demişik ki, mürəkkəb sözün birinci tərəfi olanda qoşa olaraq qalır. Ancaq mürəkkəb sözün birinci tərəfi olmağına baxmayaraq bitişik yazılarsa, q-nın biri, haqq sözündə q-nın biri düşür. Məsələn, haqq sevər, haqq verməz, haqq tanıyan və s. Bugünkü mövzumuz bu qədər. Növbəti dərslərdə görüşənədək.